Deməli, bu son hadisə Amerika Birləşmiş Ştatlarının qələbəsidir. Amma Amerika Birləşmiş Ştatlarının qələbəsi yox, biz bunu Donald Trump'ın qələbəsi kimi desək daha düzgün olardı. Çünki bu ideyanın müəllifi odur. Və baş vermiş hadisə həm də ona qarşıdan gələn noyabr seçkiləri üçün də lazımdır. Qalibi heç zaman mühakimə etmirlər. O qalibdir və bu qalibiyyəti ilə də aralı seçkilərdə mövqelərini yaxşılaşdırmaq istəyir. Çünki belə yanaşmalar var ki, noyabr seçkilərində demokratların qalib gəlmə şansı daha böyükdür, nəinki respublikaçılar. Amma bu hadisə və bu son hadisə və burada Birləşmiş Ştatların qalib çıxması təxminən çox qısa zaman 32, bəzən 35 dəqiqə deyirlər ki, əməliyyat vaxt tutub və bir dövlətin prezidenti qeyri-legitim elan edilib və onunla bağlı rejimə son qoyulur. Və təbii ki, Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı üçün çox önəmli olacaq. Çünki bayaq söylədiyim kimi bu ölkə Venezuela dünyanın 1/5 neft ehtiyatlarına malik bir ölkədir. Və eyni zamanda ildə təxminən 1,5-2 milyon, ildə yox, sutkada 1,5-2 milyon barrel öz neftini dünya bazarına çıxaracağı təqdirdə Birləşmiş Ştatların qazancı öz yerində, amma bu xalq üçün də o vəsaitin bir qismi gəlib çatacaq. Çünki əvvəlki prezidentin dövründə heç bunlar da yox idi. Əhali çox kasıb şəraitdə yaşayırdı. Yəni Trump Venezuela xalqının dolanışığında, sosial rifahında dəyişikliklərə nail ola bilsə, belə olan vəziyyətdə hesab edirəm ki, Birləşmiş Ştatların qələbəsinin mahiyyəti və əzəməti daha böyük olacaq. Daha böyük olacaq və həm də Kolumbiyada mən elə dərs aldı. Bundan Meksikada dərs aldı və Kubada dərs aldı və məlum oldu ki, yəni bu ölkələrdəki siyasi rejimlərin ölkə daxilində dəstəyi çox zəifdir. Dəstəyi çox zəifdir və indi kadrlar verirlər, Venezuela, Karakasdan və s. Bir çox insanlar sevinç içərisindədir. Hakimiyyətin devrilməsinə bağlı belə yanaşmalar da var. Hər halda hesab edirəm ki, çox ciddi geosiyasi proseslərin getdiyi bir dövrə daxil olmuşdur. Çox ciddi və dəngələr dəyişir, güc nisbətləri dəyişir və Birləşmiş Ştatlar fövqəladə dövlət idi. Onların bir şüarı var, Trump'ın USA First. Yəni Birləşmiş Ştatlar hər şeydən öncə. Və indi doğrudan da Trump'ın atdığı addımlar ilk növbədə Birləşmiş Ştatların mənafeyinə xidmət göstərir. Qərb yarımkürəsində heç kim burnunu bu əraziyə soxmasın. Heç kim bu əraziyə daxil olmasın. Bu ərazinin yiyəsi var kimi yanaşma bugün Trump'ın ritorikasının daha güclüdür və bu təkcə ritorika deyil, praktiki addımlarla müşahidə olunmaqdadır.